Bismillah. Kur'an'ın nazil olduğu ay Ramazan. Bugünkü mövzumuzun adı belədir. Dırnaq arasında. Qara bayram, dırnaq arasında. Mollalar günü, yoxsa Ramazan bayramı. 9 milyondan ibarət olan Azərbaycan əhalisinin çoxunun, daha doğrusu 97%'nin özünü İslam dininə nisbət etdiyi bildirilir. Bu insanların isə neçə faizinin özünü Müslim adlandırdığını, neçə faizinin İslamın buyurduqlarını yerinə yetirdiyini söyləmək çətindir. Ancaq çətin olmayan bir məsələ var ki, Allahın buyurduqlarına əməl edənlərin sayı özünü Müslim hesab edənlərin sayından dəfələrlə azdır. Bunu artıq son günlərini yaşadığımız Ramazan ayı boyunca görmək olardı. Açıq aşkar dönər yeyənlər, yolumuzun üstündə bütün günü dolub boşalan restoranlar, İslamda yeri olmadığı halda adət halına gətirdiyimiz yas məclislərindəki ehsanlar, cəmiyyətin bir növ güzgüsü olan yerli kanallarımızdakı verilişlər dediklərimizə sadəcə bir neçə əyadi sübutdur. Hələ siqaret çəkənləri demirəm. Bütün bunlara baxmayaraq, pis yaxşı bir ayı artıq Allahın izni ilə geridə qoyuruq. Hər şeyə rəğmən Ramazanın əvvəlki Ramazanlara nisbətən daha maraqlı keçməsi ümid verir ki, inşallah gələcək Ramazanlar daha da gözəl qeyd olunacaq. Ancaq yeni Ramazana yaşayıb yaşamayacağımızı, çatıb çatmayacağımızı, yeni Ramazanları görə biləcəyimizi və ya görə bilməyəcəyimizi ancaq Allah Azze və Cəllə bilir. Bəs 11 ayın sultanı sayılan Ramazanın sonunu, yəni bayramını necə keçirəcəyik? İslamın ikinci bayramından biri olan Ramazan bayramı münasibəti ilə bir-birimizi təbrik edəcəyikmi? Yoxsa bütpərəstlərdən qalma yeni ilə pozğun Valentin günlə təbriklərimizi saxlayırıq? İnanıram ki, birinciyə üstünlük verib digərlərinin yavaş-yavaş üstündən xət çəkəcəyik. Çəkməliyik də, başqa yolumuz da yoxdur. Bayram şadlıq, sevinç deməkdir. İnsanların İslamın halal dairəsində şərlənməsidir. Əfsuslar olsun ki, İslamın əsas bayramını bizim ağzı göyçək, dırnaq arası din alimlərimiz qara bayram kimi xalqımıza sırıyıblar. Bayramın da qarası ağı olar. Amma bizdə olur. Bir çox yerlərdə Ramazan bayramı bayram əhval-ruhiyyəsində deyil, matəm abu-havasında keçirilir. Hamı bu günü gözləyir ki, əllərdə bişirdikləri şirniyyatları da götürüb geçsinlər qəbir üstünə. Sanki İslam başqa vaxt qəbirstanlığa getməyi qadağan edib. Və hamı bu səbəbdən ilin bütün günü həmin anı səbirsizliklə gözləyir. İslamda belə bir qadağı yoxdur. Əksinə, yer üzərinə ayaq basmışların ən şərəflisi, Allahın sonuncu elçisi, sonuncu nəbisi Muhammed sallallahu aleyhi və səlləm özü şəxsən buyurub ki, qəbirləri ziyarət edin, çünki qəbirlər sizə axirəti xatırladır. Niyə? Ziyarət edin, axirəti xatırladır, axirəti. Amma Ramazan bayramı günü hamının qəbirlərə baş çəkməsi sadəcə olaraq içdən müəyyən qədər gəlsə də məndə belə bir təəssürat yaradıb ki, bu gün qəbir üstünə çıxanların əksəriyyəti başqaları görsün deyə həmin yerlərə baş çəkirlər. Çünki dəfələrlə böyüklərimlə birlikdə uşaq ikən getdiyim həmin yerlərdəki vəziyyət məndə bu cür fikir formalaşdırıb. Məncə bu bayramın qarşısına rəng artırılması da bəzi fırıldaqçı aş mollalarının əməyinin bəhrəsidir. Çünki dırnaq arasında qara bayram ifadəsi Sovet dönəminin analar, atalar, sevgililər, müəllimlər və s. və ilaxırlar günü kimi günlərində daha çox oxşayır. Bu günün adı qoyulmasa belə, məncə bu gün, yəni mollalar günü qeyd oluna bilər. Dırnaq arasında təbii ki. İnanmırsınızsa həmin günü qəbirstanlıqlara siz də gedin baş çəkin. Mollalara necə ehtiyac olduğunun canlı şahidi olacaqsınız. Onların əllərində tutduqları o Kiril əlifbası ilə yazılmış Quran ayələrini klientlərin ölən yaxınlarının ruhlarına tələm-tələsik dırnaq arasında bağışlayıb digərlərinə yetişmələrinə necə can atdıqlarını görəcəksiniz. Ölülərin bu töhfələrə ehtiyacı olub olmadığını isə deməyə heç bir ehtiyac yoxdur. Gəlin, hər birimiz oruç tutub tutmamağımızdan asılı olmayaraq, bayram günü və bayram havasını yaşamağa və yaşatmağa çalışaq. Hər hansısa bir önəmli şəxsin qəbuluna gedərkən,
Hər hansısa bir iş görüşünə tələsərkən, kimisə toyuna gedərkən geyindiyimizdən daha yaxşı geyinək. Səliqə səhmanımıza daha yaxşı fikir verək. Sırf Allah üçün, Allahın qarşısına Allah üçün gözəl şəkildə, ən gözəl şəkildə çıxmağa çalışaq. Unutmayaq, çəkinməyək. Nə deyərlər deyil, Allah nə deyəcək deyib ən gözəl şəkildə bu günü qeyd edək. Qohumlarımıza, yaxınlarımıza bu abu-havanı hiss etdirək, təbrikləşək, göstərək ki, bu qara bayram deyil, bu matəm günü də deyil, bu qardaşlıq bayramıdır, bu Ramazan bayramıdır, bu Müslümin iki bayramından biridir, bu Allah Azze ve Celle'nin Kur'an-ı Kerim'de emrettiği iki bayramdan biridir. Subhaneke Allahümme ve bihamdik, eşhedü en la ilahe illa ent, estağfuruka ve atubu ileyk.